fikrə nəzarət olmalıdır. Öz başına qoysun, ən nalayiq yerlərə uçub gedəcək. Və günahların hamısı fikrin məhsuludur. Bunu yaddan çıxartmayın. Günahın müqəddiməsi, günahın fikridir. Günaha sövq eləyir insanı. İnsan niyə qeybət eləməyə başlayır? Çünki fikri sağlam deyil. İnsanlar haqqında, başqaları haqqında pis fikirləşir, axırda dilinə gətirir. Başqaları haqqında pis fikri dilinə gətirməyə qeybət deyirlər. Ona görə də fikrə yox deməyi bacarmalıyıq. Gördün, elə yerə gedir ki, sənə lazım deyil, qırmızı işıq yandır qarşısında, saxla onu. Biz avtomobil idarə eləyəndə azad deyilsən, hardan istəyəsən gedəsən, fikri də idarə eləməlisən. Harada dayanmaq lazımdır, dayan. Harada döngə var, dön. Düz getmək olmaz məsələn. Fikrə həddlər müəyyən eləmək lazımdır. Oturub biri-birinin qeybətini eləyirsə, soruş ki, sən bekar qalmısan ki, cəmaatın əməlləri ilə məşğulsan. Sənin fikrin bu qədər bekardır ki, onun bunun əməllərini araşdırırsan.